Salam hörmətli tamaşaçılar. Bugünkü verilişimiz üst xəbər yox, çöl xəbəri idi. Bu günlərin bizə məlumatımız olmuş ki, Amerika İrana müharibə təklif vermişdi və ayın 25-də müharibəyə başlayacaqdılar. İrana məlumat verilmişdi ki, müharibə edəcəyini. İran da demişdi ki, hazırıq. Sonra 25-də ayın gələndən sonra İran demişdi ki, yox biz hazır deyil. Amerika da demişdi ki, mənə məzələnəcək. Elçi müəllim bildirir ki, bu günlərim Ağdabət rayonunun Bülbül kəndindən yenə bizə sifariş var ki, burada nəysə var. Elçi müəllim sizə bağlanıq. İşte Əlişət müəllim. Alo, Əlişət müəllim. Dalğa çıxmır gördüyünüz kimi yenə problemimiz var. Bu günlərim Ağdabət rayonunun Bülbül kəndində gördüyünüz kimi hörmətli tamaşaçılar Ağdabət rayonunun Bülbül kəndində su ilə əlaqədə nəsə problemimiz var. Keçən səfər səhv eləmirəmsə Kərim dayı ilə söhbət eləmişdik. İndi Kərim dayını tapırıq ki, belə Kərim dayı bizə məlumat verərdiniz bu su ilə əlaqədə. Allah köməyiniz olsun bala, Allah köməyiniz olsun. Yaxşı, su gətirəmsiniz ki bala. İşmə. Bala bak, kırılır toba bak, kırılır ki bak. Abi ağzımı içirmeyse biraz zarar tuttu. Bak, kırılır ki bak, səhərdən bak. Onda xeyla bundan qabaq su bizi canımıza yığmışdı. İndi bir kurşun su tapırıq ki, içək bak, öyle kırılır toba bak. Bunu bilmirik kimə dərdimizi. Bak, səhərdən uşaq göndərmişək, geç. Göldən zaten kalleteden su tap. Kalleteden su kanıyor. Valla toba, hiç kurbağan da kanamadı. Kurbağa da içeri, o da canlı da, bize canlı. O da canlı da, bize canlı, şimdi su tapır. Diğerden uşaq göndərmişək, geç su getir. Uşaq bak. Tamam da gel, sen şöyle bak, tamam da gel. Bak. Bak bu neydi bak, bunu. Bak gördü bile. Buradan su getir, bak. Böyle kurt. Buradan da tıp. Açı gel. Valla toymak oğlum. Bak toba kırılır. Bilmirik kime de, ne kadar derdimizi. Ki, buna şer sorar. Bu suyu hardan gelir, ne? Şimdi, Əlaz qalsın köse dənizin ortasına, toba. Ya da orada bir şılankalaq, oradan bir soğuraq. Görək, nə qarı, bak. Bak, ancaq quyu qaçıraq, bak, quyu qaçıraq ki, görək, quyudan çıxır mı? Toba quyudan çıxmır, bak. Gün də dör, təpəmizə öldü. Bak, nətər eləyək, bak, heç sərdə su yox, bak. Hər tərəf qurudur, hər tərəf, nə qarı, nətər eləyək, dənimizi kimə deyək. Bak, deyirəm, qamışlıqlar doğrudur. İndi yox, bak, gəldi, bak, deyirəm, qamışlıq güclə analıyırıq. Bak, kurt. Yox, nəli şeytanı var, bak, tam deyəcək. Sən söylə, bak, tam deyəcək. Bak. Bak, gedirik. Toba baxsın, görürəm. İndi tam deyəcək. Bak, toba qırılır, bak, yaxşı gəlmişsiniz deyə, bak. Dərdimiz ancaq səs edirsiniz. Bak, bu formada gəldik. Bak, belli, bak. Belli, bak, görsən. Hamsı, bak, ağac, mağac, murt. Bak, onu hansı tökülü gerək. İndi bak, dərdimizi kimə deyil, nə qarıq, bak, hara yazaq, hara nə qarıq, bak, hara nə qoyaq, bak, bilmirik, bala. Oradan xahiş edir, sizə bir adamı deyin, dərsin bizi aparsın, dənizin ortasına sulasın, bəlkə orada doğaq. İnanmıram ki, oz. Abi, lazım edir, ben səbirə zanıdır. İnanmıram bu dənizin suyu da bizi satırım. Valla, sağ olun, su gəlsəmisiniz. Su gəlsəniz, laf yaxşı olardı. Sağ olun. Çok sağ olun Kerim dayı. İndi vallahi ona gene bir əlaşdıracağım. Siz verəcəm, canımızı bırakmışsınız toba. Nə qarəsə, yəqin ki, birazdan sonra yenə çağırırsınız. Sizcə, indi su bizi canımızı boğazlayıb. Çok sağ olun, buna bir əlaşdıracağım. Biz bu gün həm Ağdabət rayonu Bülbül kəndinə bağlanırıq. Əlişətdə bağlanırıq. Çok sağ olun Elçi müəllim. Restorumuz deyir ki, başqa xəbərlərimiz də var. İntihası mühüm işlərə görə biz o xəbərləri də bilməyəcəyik. Çünki vaxtımızın çoxunu Kərim kişi aldı. Çox sağ olun.